İranda müharibə fonunda qadınlara hicab təhdidi. Onlar xəbər oxuyacağım. Mən oxudum, tanış oldum. İnsanları, qadınları məcbur edirlər ki, hicab giysinlər. Bəli, İranda müharibə vəziyyətinə və İsrailin təkrar hücumlarına baxmayaraq İslam Respublikası qadınlara onları hicab taxmağa məcbur etməklə hədələyən SMS göndərirlər hər birinin telefonuna, əlaqə nömrələrinə ki, bəs hicab giyməlisən, amma niyə görə maraqlıdır? Unikal xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bir sıra vətəndaşlar 16-17 iyun tarixində İsrailin İrana hücumlarının 4-cü və 5-ci günlərində hicab xəbərdarlığının yer aldığı polis mesajlarının göndərildiklərini dərc edib. Jurnalist Sadra Muhaqqiq bu görüntüləri yəni X sosial şəbəkəsində yerləşdirərək yazıb. Onlar evsiz qalan və müharibə təhlükəsindən qaçan insanlara hicabla bağlı təhdid dolu mesajlar göndərməyə davam edirlər. Baş nazirin qadın və ailə məsələləri üzrə 14-cü müavini Zəhrə Behruz Azər bu xəbərə cavab olaraq X sosial şəbəkəsində yazıb. Əgər mesaj göndərilibsə, bu sistem xətasıdır və tezliklə düzələcək. Narahat olmayın. Bununla bağlı heç bir həbs və ya cərimə tətbiq edilməyəcək. Çox maraqlıdır ki, deyir ki, yəni ki, biz tərəfindən heç bir SMS göndərilməyib. Yəni bu texniki xətalardır. Çox maraqlıdır ki, yəni bu sistem niyə başqa bir şey yox, məhz bu xətanı edir və məhz qadınlara göndərib ki, hər biriniz hicab geyinməlisiniz. Allah qadınlarımızı da qorusun.